İnsan gərək haramlara baxmasın ki, Allah ona nələrsə göstərsin. Gözələ hey harama baxsa, onda görməyəcək bəzi şeyləri. Mümkün olmayacaq görsün. Bizim alimlərimiz olub sübh namazın vaxtını mələklərin gecə ilə gündüz mələklərin yerin dəyişməsi ilə görürdü, mələk görürdü yəni. Gərək gözünü aramdan yumsun ki, bəzi məsələləri görə bilsin. Məcnun yolları qət eləyir, gəlir Leylini görməyə. Nə qədər yol qət eləyir, gəlir Leylini görməyə. Deyirlər, Leyli, Məcnun gəlib səni görməyə. Deyir, hələ onu buraxmayın mənim yanıma. Onu bir dənə otağa qoyun, bir gün qalsın o otaqda, sonra çıxar. Deyirlər, Leyli, Məcnun sənə görə gəlib, sən də Məcnunu istəyirsən, bilirik də. Bunu niyə bu qədər yuvadırsan? Leyli deyir, mən bilirəm, neyirəm. Bir nədir? Deyir, çünki o Məcnun o yolu ki, qət eləyirdi, məndən başqalarını da görüb gözü. Leylini görmək üçün gərək bir gün qalsın orada. O günahın, o şəkillər gözdən çıxsın, geçsin, ondan sonra Leylini görsün. Hələ ki, yansın otaqda. Bunu eşqə tərəf yönət də, eşqə tərəf yönət. Allahla ünsiyyətə yönəl. İnsan harama baxsa daha bir şey görməz ki, hələ haram İxlas, görər. Hələ hey harama baxsa, gecəsi də, yatanı da hələ haram görər. Üzr istəyirəm. Yatanı da ondan əl çəkməz şeytan. Gündüz qorumayı baxır özünü. Gərək gündüz qorusun gözünü günahlardan, yuxusu da şirin olsun. Amma gündüz qorumasa da yuxu da elə gələcək. Bir şey olmayacaq ortada. Allah açar gözləri. İmam Baqir Əbu Bəsirə dedi ki, Əbu Bəsir, sən ki mənim yanımda əyləşmirsən, burada çox insan əyləşib. Amma burada heç kəs məni görmür, sən görürsən, xəbərin var. Deyir, Əbu Bəsir deyir, dedim, ağa necə oturmuşam, mən səni görürəm, o da oturub, o da səni görür, filan kəs səni görür, necə ola bilər bu? Dedi, geç soruşduram. Deyir, gəldim, yaxınlaşdım bir nəfərə, dedim, İmam Baqiri görməmsiniz? Dedilər, yox. Filan kəsə yaxınlaşdım, İmam Baqiri görmüsən, dedi, yox. Bir nəfər kör var idi orada, İbn-i Məktum. Yaxınlaşdım İbn-i Məktuma, dedim, İbn-i Məktum, bilmirsən İmam Baqir ardıdır. Dedi, İmam Baqir buradadır da. Kördür gözü amma görür. Görür gözü amma görmür. Çünki o kördür gözü özünü haramlardan uzaqlaşdırıb görür bəzi şeyləri. Amma bir göz ki, hey harama baxar, daha mənəviyyatdan məhrum olar. Mənəviyyat görməz. İnsan gəlib vücudun belə cilalasın. Haramdan uzaqlaşdırsın, günahlardan təmizləsin, günahlardan təmizlənəndən sonra ibadətin ləzzət olacaq. Amma hələ hey günahla olsa həyatı, onun heç ibadətin ləzzəti olmayacaq. Bir təsəvvür elə, indi birinin zahiri görkəmi o qədər qəşəng deyil. Gözəl deyil, nə olar ki? Əsas batın gözəl olsun, düz deyil. O nə qədər məsələn gözəl də yenə giyinsin, zahir o qədər gözəl olmayandan sonra o gözəl paltarlar tutmayacaq. Çünki bir dənə alimlərimizdən biri var idi, Allah gözəlliyi verməmişdi o alimə. Nə olsun, hər şey vermişdi, gözəlliyi verməmişdi. Bu yazıqla da heç kəs bağışlayın məni, heç kəs ailə qurmurdu. Qalmışdı, yaşı da ötürdü. Axır bir gün çıxdım bayra, çıxanda bayra bir nəfər deyir, gördüm, bir xanım mənə baxdı. Dedim, Elhamdülillahi Rabbil Aləmin, deyəsən Allah bəxtimi açır. Yaxınlaşdı mənə. Dedi, ağa, dedim, bəli. Dedi, sən subaysan yoxsa evli? Dedim ki, Elhamdülillah, doğrudan da qəbul oldu. Dedim, hələ heç qoymadım ki, danışsın. Dedim, yox, subayam. Dedi, sənə qurban olun. Sən evlənmə, qoy sənin nəslini kesilsin. İndi bu misal idi. İnsan gələk özünü günahdan təmizləsin ki, batinini, günahlardan paçlasın, təmizləsin. Ondan sonra elədiyi ibadətlər onda ləzzətli olacaq. Gözəl görsünəcək. Qızılgül zibillikdə əkilsə, o qızılgülün iyi gəlməyəcək. Zibilxananın iyi gələcək. Amma o qızılgülü əkmək üçün gözəl bir dənə yer tap, o yerdə ək, onda onun gözəlliyi gələcək. İbadətlərimiz də o vaxt bizim ləzzətli olacaq ki, bunu təmizləyək qəlbimizi. Bütün çirkinliklərdən təmizləyək. Təmizlənəndən sonra qəşəng olacaq. Təmizlənəndən sonra mənəviyyat görəcək, mənəvi səslər eşidər insan ondan sonra. Qeybdən məlumatı olar. Əli əleyhissalam bir dənə qulu azad eləmişdi, bir dənə qulu. Adı da Meysəm idi. Meysəm-i Təmmar. Nə olsun quldu, nə olsun xurma satandı. Amma gəl bunun həyatına bax. Bazarda xurma satırdı, ağa gəlirdi bazara, bunun yanında otururdu. Dərəcəyə bax, gəlib bunun yanında otururdu. Hətta olub ki, ağa deyib filan iş var, sən ged o işi gör, mən sataram sənin yerdə xurmanı.
Ağa xurma satırdı onun yerinə. Bazara gəlirdi onun üçün. Açmışdı ona aləmlər. Danışırdı ona nə var nə yox. Qeybdən məlumatlı. Bir gün dedilər ki, bir yerdə idi, Meysəm deyir, birdən baxdı o yana bu yana, külək gəlirdi, möhkəm külək başladı, deyir, birdən baxdı o yana bu yana, yanında olanlar deyir, qayıtdı, bilirsin nə oldu, deyir, biz deyir, nə oldu? Dedi, Maviyə öldü, deyir, biz. Dedi, görsən bu Meysəm hardan bildi? Dedi, xəbər tutacaqsın, narahat ol. Bir həftədən sonra xəbər çatdı ki, İraka, Maviyə öldü. Amma bu xəbər var, əvvəldən xəbərdar idi. Bir gün gecə Əleyhisselam tutdu bunun əlindən bu Meysəmi. Gecə çıxır, ağa, çəkilir bir qırağa, bir gün də Meysəmi də apardı. Gör Meysəm kimdir ki, onu da özü ilə aparır. Gedir Allahla münacat eləməyə, Meysəmi də apardı. Meysəm deyir, gördüm ağa, dua eləyir. Deyir, ilahi, keyfə əduk və qad əsaytuk. Nə dua da eləyir, mən bilmirəm ki. Deyir, ilahi, səni necə çağırım, mən günahkaram axı. Ağanın günahı yoxdur ya, öyrədir danışmağı. Sonra deyir, yaxşı neyniyim, keyfə la əduk və qad ərəftuk. Necə çağırmayım axı, mən səni tanıyıram axı. Çağırmamaq da olmur, çağırmaq da belə, neyniyim? Ondan sonra Meysəm deyir, gördüm ağa, əlindəki bir dənə çubuqla, bir dənə xət çəkdiyi yerdə. Dedim, Meysəm, buradan bu tərəfə keçmə, mən gedirəm. Deyir, mən gecə qaranlıqda qaldım orada, ağa çıxdı, getdi. Çünki Meysəm aşiqdir, ürəyi dözmürdü. Dedi, birdən gecə vaxtı Əliyə bir şey deyərlər ağama. Bu yanına da deyib, ağa deyəm. Neyniyim mən? Dözə bilmədim, deyir da, durdum. Ağa inşallah deyir, mənə bağışlayar. Çünki ona görə gedirəm, özümə görə getmirəm. Deyirəm, gedərəm, görərəm, ağaya bir şey olar. Qoy gedim, baxım, görüm, neyniyir. Deyir, gəldim, gördüm, ağa. Bir dənə yeri qazıb, bir quyudur. Orada neysə deyir, neysə danışır oraya. Deyir, məni görən kimi diyandı. Diyandı, dedi, axı, mən sənə demişdim, gəlmə. Dedi, axı, dözə bilmədi. Dedi, eşitdin nə dedim? Dedim, yox, eşitmədi. Dedim, mən bu quyunu qazmışam. Mən Əli dərdim olanda gəlib bu quyuya danışıram. Nə sözüm var, gəlirəm bura deyir. Tapa bilmirdi, o bilsin. Nə sözlər deyib o quyuyla bilmirəm. Amma deyir, gəlib bura deyirəm. Dərdimi, sözümü bura deyirəm. Amma Meysəm də o həddə çatmışdı. Ondan sonra dedim, Meysəm, dedim, bəli. İxlas.biz. Dedim, Meysəm, müjdə verim sənə. Dedim, ağa, nə demişlər? Dedi, vaxt olar, səni dar ağacından asarlar. Vilayət yolunda. Müjdəyə baxa. Dedim, necə olacaqsan onda? Dedi, ağa, dinim, vilayətim, hər şey qalıb yerində, onda qalacaq. Dedi, hə. Dedi, onda ağa, əladır ki, hər şey. Əladır hər şey. Məlun İbn Ziyad onu dar ağacından asır. Dar ağacından asılanda da son sözləri Əliyindən danışır. Əliyinin fəzilətlərini deyirdi, dar ağacından. Təsəvvür elə, dar ağacında qalıb, hələ hey Əliyidən danışır, Əliyidən danışırdı ki, siz tanımırsınız kimdən üz gözlüdünüz, mən tanıyıram onu. O mənim ağam idi. Haramın qapısını bağlamasaq üzünüzə, mənəviyyat qapısı üzünüzə açılmaz. Allahümme inna nəsəlükə